Biri Azərbaycanlı müğənni Nəfəs, digəri isə dünya şöhrətli Kaliforniyalı müğənni Şakira. Nəfəsin mağaza açılışlarındakı konsertlərini görmüsünüz. 300, 500 və yaxud da 1000 nəfərdən ibarət olan insanlar az qala səhnəni dağıdalar, məmnunluq edələr, nə bilim, başqa nə edələr. Hətta müğənninin Nəfəsin əlini dartıb qopardırdılar. Nəfəsin kəsməyə çalışırdılar. Əziz cəmiyyətimiz, nə olub sizə? Nəfəsdir də, adi bir insandır. Fonoqram oxuyur. Heç səsi də o qədər yüksək deyil. Nə olub sizə? Əziz cəmiyyətimiz, əziz millətimiz, bizdən, sizdən, xalqımızdan qat-qat, səviyyəcə, təsircə, əxlaqi, milli mənəvi dəyərcə aşağı olan Braziliyada isə Şakiranın konserti olub, 2 milyondan çox insan yığışıb ora. Nədənsə o narkotikanın, cinayətin, əxlaqsızlığın baş alıb türyan etdiyi o Braziliyada səhnəyə çıxıb bamballıq, məmnunluq edən olmadı. Hətta müğənni Şakiranın qolunu dartıb qopartmaq istəyən də tapılmadı. Yəni biz bu qədərmi aşağıyıq Braziliyadan? İkinci məqam da ondan ibarətdir ki, Nəfəs demişkən, Nəfəsin tamaşaçılar qədər özündə də çatışmazlıq var. 1,1 milyon izləyici Nəfəsdədir, 95 milyondan çox izləyici Şakiradadır. Nəfəs səhnələrin birində uşağı başından tutub qaldırmışdı, az qala qopartmışdı. Yəqin ki, tamaşaçıları da özünə oxşuyub. O uşağın başını qopartdığı kimi onun əlini qopardırdılar. Nə olub bizə? Nəfəs xanım, sizin 90 milyon izləyiciniz olsaydı nəyi qopardardınız? Və yaxud da ki, Şakira Azərbaycana gəlsəydi, Nəfəsin qolunu dartıb qopartmaq istəyən insanlar, Şakiranın nəyini dartıb qopartmaq istəyərdiniz?